25-ci gün. Diqqət həyatın idarə etmə pultudur. Sizin diqqətiniz həyatınızın idarə etmə pultudur. Bizim düşüncələrimiz və emosiyalarımız elə bizim diqqətimizdir. İndi siz ekrana baxırsınız. Diqqətiniz məndədir. Amma siz istədiyiniz an diqqətinizi başqa bir tərəfə yönəldə bilərsiniz. Baxdığınız hər bir vəziyyət daxilinizdə müəyyən bir reaksiya yaradır. Məsələn, küçədə gedirsiniz və qarşınızda bir qadın görürsünüz. Hər kəs fərqli nöqtəyə baxacaq. Əgər siz onu kasıb geyindiyini görüb düşünməyə başlasanız ki, ölkədə nə qədər çox kasıb var, bizim rayonda hamı yoxsuldur, artıq proses başladı. Sizin bütün enerjiniz, bütün düşüncə gücünüz həmin an yoxsulluğa yönəldilir. Siz artıq bir seyirbaz kimi bilirsiniz ki, bu nə ilə nəticələnir. Siz o negativ düşüncəni 10-15 dəqiqə fırlatdıqca axırda gəlib çıxırsınız ki, mən də kasıbam, hər şey pisdir. Əsas qayda, diqqət hara, enerji ora. Diqqətinizi hara yönəldirsinizsə, enerjiniz də oraya axır. Həyatın hansısa aspektinə enerji verdikdə, həmin tərəf böyüməyə və çoxalmağa başlayır. Əgər enerjinizi yoxsulluğa yönəldirsinizsə, yoxsulluğun atributları həyatınızda artacaq. Pul itirəcəksiniz, sizi aldadacaqlar və ya gəlirləriniz azalacaq. Əgər enerjinizi uğura və bolluğa yönəldəcəksinizsə, həyatınızın o hissəsi çiçələnəcək. Ən böyük sir budur. Sizin ən qiymətli xəzinəniz diqqətinizdir. Onu hara xərclədiyinizə çox ciddi nəzarət edin. Qurban rolundan çıxıb, öz həyatınızın rejissoru olduğunuzu anlayın. Çox vaxt insanlar düşüncələrinin onlara tabe olmadığını sanırlar. Amma əslində bu sadəcə bir məşq məsələsidir. Bəziləriniz düşünə bilərsiniz, axı mən düşüncələrimi necə seçə bilərəm? Gördüyüm şeyə reaksiya verməyə məcburam, yəni deyirsiniz, düşünürsünüz. Xeyr, məhz bu nöqtədə dayanmalısınız. Siz robot deyilsiniz. Nəyə diqqət yetirəcəyinizi seçmək qabiliyyəti yalnız sizə məxsusdur. Sizə sərf etməyin şeylərə diqqət yetirməyi dayandırın. Yoxsulluqdan danışmağı, uğursuz münasibətləri çeynəməyi, şikayət etməyi dayandırın. Bu sadəcə zehninizi zibilləməkdir. Bir daha deyirəm, sən robot deyilsən. Diqqətini seçmək sənin ixtiyarındadır. Gəlin real praktika ilə davam edək. Ünsiyyət filtri. Ünsiyyət filtri quraşdırın özünüzə. Bugündən etibarən ailənizlə, övladınızla, həyat yoldaşınızla və ya həmkarınızla nə barədə söhbət etdiyinizə fikir verin. Fikir verin ki, söhbətimin mövzusu nədir? Real bir nümunə. Məsləhətə gələn bir xanım deyir ki, o daima dostları ilə, yaxınları ilə xəstəlikləri müzakirə edir. Kimin harasının ağrıdığından danışır çox vaxt. Mövzu bu olur. Nəticə o həmin o xanım daima həkimlərdədir. Daima həkimlərdə idi və yeni xəstəliklər tapırdı. Biz bu mövzunu işlədikdən sonra o xəstəliklər haqqında danışmağı tamamilə dayandırdı. Bu mövzunu özü üçün qapatdı və diqqətini sağlamlığa, enerjiyə yönəltdi. Sağlamlıq enerjisinə, sağlamlığa. Nəticə möcüzəvi oldu. Xəstəliklər onun həyatından çəkildi. Əgər siz daima problemin daxilindəsinizsə, o problemi bəsləyirsinizsə, əgər siz daima xəstəlikdən danışırsınızsa, xəstəliyi suvarırsınız, yetişdirirsiniz. Bugündən etibarən qəti qərar verin. Xəstəlik haqqında danışmıram, sağlamlıq haqqında danışıram, borclar haqqında danışmıram, gəlirlər və imkanlar haqqında danışıram. Uğursuzluqlar haqqında danışmıram, kiçik də olsa nailiyyətlər haqqında danışırıq, kiçik nailiyyətlər haqqında danışacağım. Bu sizin gündəlik tapşırığınız olsun. Bugün hər hansı bir söhbətə başlayanda özünüzə sual verin. Bu söhbət mənim yeni gələcəyimə xidmət edir, yoxsa məni köhnə bataqlıqda saxlayır? Əgər söhbət negativə doğru gedirsə, mövzunu incəliklə dəyişin və ya sadəcə susun. Diqqətinizi xilas edin. Sizin diqqətiniz çox bahalıdır. Onu ucuz və lazımsız söhbətlərə xərcləməyin. Beyin bir əzələ kimidir. Onu nəyə baxmağa məşq etdirərsənsə, reallıqda da elə onu görəcəksən və onu yaşayacaqsan. Dostlar, diqqətin necə işlədiyini anlamaq üçün uşaqlara baxın. Uşaq ağlayanda biz nə edirik? Onun diqqətini başqa bir oyuncağa və ya rəngli bir şeyə yönəldirik. Ki o ağlamasın, ağlamağını durdursun, ağlamağı unutsun. Yəni ağlamağı unutdururuq ona. Bizim beynimiz də eynidir. Məsələn, qaçış aparatında qaçırsınız və beyniniz deyir, çətindir, yoruldum, bacarmıram, bəlkə dayandırım.
Əgər sona qədər qaçmaq istəyirsinizsə, diqqətinizi dəyişməlisiniz. Özünüzə deməyə başlayın. Nə asan qaçıram, mən çox güclüyəm, afərin mənə. Bax budur. Diqqətin köməyi ilə biz həyatımızı transformasiya edirik. Bolluğu həyatımıza necə çəkməliyik? Əgər həyatımıza varlıq və bolluq çəkmək istəyiriksə, şəhərdəki bahalı maşınlara baxın və deyin. Gör nə qədər bahalı maşın var. Şəhərimizdə nə qədər varlı insan var. Bu sizin beyninizdə yoxsulluq filtrini bolluq filtri ilə əvəz edəcək. Nisbətdə də eyni şeydir. Mağazada, kafedə xoşbəxt cütlükləri görün və onların sevgisinə fokuslanın. Əgər televizorda kiminsə boşandığını görürsünüzsə, dərhal kanalı dəyişin. O negativlə qidalanmayın. Diqqətin bolluğu. Çiçəklənən ağaclara, qaçan sağlam heyvanlara baxın. Dünyada hər şeydən nə qədər çox olduğunu görün. Milyonlarla ağac, tonlarla təmiz hava, minlərlə şəhər. Kainatda hər şey sonsuzdur. Enerjinizi pompalayın. Əgər hədəfiniz pul və ya sevgidirsə, bolluq hissini daxilinizdə pompalamalısınız. Ətrafınızda nə qədər subay, yaraşıqlı və uğurlu kişilərin, qadınların olduğunu görün. Nə qədər çox tanışlıq şansım var deyin. Nə qədər yeni şirkətlərin açıldığını, nə qədər iş yerinin olduğunu görün. İş imkanları sonsuzdur. Bugündən etibarən bir oyun oynayın. Hər dəfə negativ bir şey, xəstəlik, yoxsulluq, kədər görəndə sanki uşağı yayındırırmış kimi diqqətinizi dərhal müsbət bir detala çevirin. Birincisi görün. Ətrafınızda 5 dənə bolluq əlaməti tapın. Bahalı saat, gözəl bina, sağlam uşaq və s. İkincisi, təsdiqləyin. Dünya bolluq içindədir və mən bu bolluğun bir hissəsiyəm. Üçüncü, bunu hiss edin. Hiss edin. O bolluğun enerjisinin bədəninizə daxil olduğunu hiss edin. Artıq ətrafındakı negativ xəbərlərə və ya hadisələrə məhkum olmadığını düşün, anla. Hər an seçim edə biləcəyini anlamalısan. Dostlar, unutmayın, sizin diqqətiniz həyatınızın idarə etmə pultudur. Siz sadəcə müşahidəçi deyilsiniz. Diqqətiniz ilə reallığı yaradansınız. Bunu başa düşün. Dostlar, bugün çox vacib bir qanundan da danışacağım. Güzgü qanunundan. Dünya bir güzgüdür. Dünya sənin güzgündür. Daxili aləmivin xarici əksidir. Əgər siz xaricdə sizi qane etməyən, qıcıqlandıran bir çirkinliyi görürsünüzsə, anlayın ki, siz onu yalnız daxilinizdə olduğu üçün görürsünüz. Bu nə deməkdir? Bu deməkdir ki, sizin daxilinizdə həmin mövzu ilə bağlı bir düşüncə, negativ bir emosiya və ya məhdudlaşdırıcı bir inanc var. Məsələn, bir qadın düşünün. O görür ki, sevdiyi kişi hansısa məsələdə çox məsuliyyətsiz davranır. Qadın buna qəzəblənir. Amma əslində başa düşməlidir ki, o kişi sadəcə bir güzgüdür. O kişi sizin daxili inancınızı sizə əks etdirir. Biz belə halda nəyə dəyişməliyik? Xaricdə gördüyünüz hər bir mənfi hal bir zəngdir. Sos çalır. Bu zəng sizə deyir. Sənin daxilində bu mövzuda mənfi düşüncələr var. Əgər kişi məsuliyyətsizdirsə, deməli sizin şuur altınızda kişilər məsuliyyətsiz olur, inancı kök salır. Əgər pul çatışmamazlığı görürsünüzsə, deməli daxilinizdə yoxsulluq qorxusu var. Biz nə edirik? Keçmişimizi silirik. Keçmiş təcrübələrdən gələn o mənfi qənaətləri təmizləyirik. Praktika. Diqqəti məsuliyyətsizlikdən məsuliyyətə çevirin. Gəlin negativ təlqini, inancı, ustanovkanı belə dəyişək. İkincisi, xatırlayın. Həmin insanın, məsələn o kişinin həyatında həqiqətən məsuliyyətli olduğu anları yaddaşınızda canlandırın. Mütləq belə anlar olub. Onun ciddi qərarlar verdiyi, sözünün üstündə durduğu vaxtlar tapın. Yadınıza salın ki, haçan o ciddi qərar verib. Bax, onu yadınıza salın. İkincisi, diqqəti yönəldin. Diqqətinizi onun səhvlərindən alıb, onun güclü və məsuliyyətli tərəfinə yönəldin. Üçüncü, filtrları dəyişin. Filmlər, söhbətlər, bizə kişilər belədir, dünya belədir deyə mənfi fikirlər yeridir ətrafımızda. Bu zibilləri təmizləyin. Ətrafınızda, kinolarda, xəbərlərdə məhz məsuliyyətli, dürüst və güclü kişi obrazlarını axtarın və onlara diqqət yetirin. Siz daxilinizdəki bütün kişilər məsuliyyətsizdir
inancını dünyada çoxlu məsuliyyətli insan var inancı ilə əvəz etdikdə qarşınızdakı güzgü, yəni o kişi və ya o vəziyyət dəyişməyə başlayacaq. Çünki güzgü ona nə göstərirsinizsə, onu da əks etdirir. Güzgünü silməyə çalışma, başqa insanı dəyişməyə çalışma. Güzgüyə baxan üzü dəyişdir. Öz düşüncələrini yəni dəyiş. Həyatımızdakı arzu olunmazları necə yox edək? Dostlar, sizi incidən, yoran və tükədən şeylərdən xilas olmağın ən sadə və ən güclü yolu budur. Diqqəti oradan çəkmək. Bir müdrikdən soruşurlar, sən düşmənlərinlə necə mübarizə aparırsan? Müdrik cavab verir, çox sadə, mən sadəcə onlar haqqında düşünməyə dayandırıram. Sadəcə düşünməyi dayandırıram. Bu həqiqətən də işləyən bir qanundur. Marafon iştirakçılarımızdan biri danışırdı ki, qonşusunun hərəkətləri onu dəli edirdi. Qonşunun evindən gələn qoxu, onun təmizkar olmaması, səs-küy o qədər bezdirmişdi ki o qadını. Hər kəsə zəng edib şikayət edirdi ona, o qonşusundan. Yəni bütün enerjisini o qonşuya verirdi. Sonra qərar verdi ki, o qonşudan diqqətimi çəkirəm. Qonşu haqqında bütün düşüncələrini dayandırdı. Qonşu nə elirdisə eləsin, qadın bunu heç kimlə müzakirə etmədi. Ağlına gələn kimi dərhal başqa mövzuya keçdi. Sadəcə qonşunu unutdu. Nəticə, cəmi 2 həftə sonra o qonşu sanki buxarlanıb yox oldu. Köçüb getdi. Budur enerjinin gücü. Tez-tez soruşurlar, həyatımdakı rəqibləri, maneələri necə yox edim? Cavab eynidir. Diqqətinizi onlardan çəkin. İzləməyin, maraqlanmayın, adlarını çəkməyin, onlar yoxmuş kimi davranın. Onların necə yox olacağını düşünmək sizin işiniz deyil. Kainat özü yolu tapacaq, nə yolundan nətər eləyəcək ki, yəni onlar yox olsunlar sizin həyatınızdan. Onlar ya uzaqlaşacaq, ya da sizin üçün əhəmiyyətini tamamilə itirəcəklər. Yəni, hər bir problem üçün eyni düstur. Düstur da belədir. Birinci, görmə. Problemi yəni böyütməyi dayandır. Görməlisən ki, mən bu problemi böyüdürəm, şişirdirəm. İkinci, danışma. Yəni, negativi müzakirə etməklə ona enerji vermə. Ağlına gələn kimi diqqətini dərhal arzuna, gözəlliyə və ya işinə yönəlt. Əgər inanmırsınızsa, sadəcə yoxlayın. Bir həftə boyunca sizi ən çox əsəbləşdirən şey haqqında düşünməyə qadağan edin özünüzə və görün dünya necə vuruşub o problemi aradan qaldıracaq. Enerjini kəsin ki, o problem acından ölsün. Mübarizə aparmaq yorur, amma diqqəti çəkmək azad edir. Diqqəti çək.